Azadlıq metrosuna və Heydər məscidinə piyada 7-8 dəqiqəlik məsafədə 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin, sonda qiyməti də bildirəcəyəm. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Binəqədi rayonunda Zahid Qəmbərov küçəsində Azadlıq metrosuna və Heydər məscidinə piyada 7-8 dəqiqəlik məsafədə yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 63 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi Azadlıq metrosuna, Heydər məscidinə, məktəbə, bağçaya və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir. Mənzilin istilik sistemi kombidir. Mətbəx və dəhliz isti poldur. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Binəqədi rayonunda Zahid Qəmbərov küçəsində Azadlıq metrosuna və Heydər məscidinə piyada 7-8 dəqiqəlik məsafədə yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 63 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə ideal təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir. Mənzilin istilik sistemi kombidir. Mətbəx və dəhliz isti poldur. Kamera və domofon xətlərinə kimi çəkilibdir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 145 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.